Salam aleyküm əziz və dəyərli izləyicilər. Sizinlə mənə video bloger Böyük Ağasıyanı. Bu günləri Sabirabad rayonunda bizim dostumuz Mehdizadə Əli 30 yaşını qeyd edir. Sabirabad rayonunda ən gözəl addım atır gənclər arasında. Ad günü tam fərqli qeyd edir. Fərqlilik ondan ibarətdir ki, ad gününlə əlaqədar 30 ədəd ağaclar əkilir. İnşallah dostları, burada yaxınları və biz də bununla bərabər aksiyada iştirak edirik. Bu video vasitəsilə cavanlara üzümü tutub deyirəm ki, gəlin ad günümüzü hər zaman səmərəli keçirdək. Ağac əkmək və yaxud da xeyriyyə işləri, xəstələrə kömək eləmək və yaxud da gedib şəhidlərimizin məzarını ziyarət eləmək, bunlar gözəl bir aksiyalardır. Səni təbrik edirəm. Sağ ol, Allah razı olsun. Aksiya ilə əlaqədar ictimaiyyətə, özün də ictimai bir fəalsan. Buyur, öz sözünü deyin. Mən də ilk öncə özümü təbrik edirəm və buradan gənclərə demək istəyirəm ki, yəni gələcək nəsilə nəsə örnək qoyub getmək lazımdır. O ad günüdür, yığıncaqdır, hansısa restoranda əyləşməkdir, o bir başqa məsələ, o yadda qalmayacaq heç vaxt. Amma gələcək nəsil üçün bu ağaclar, bu təbiət inşallah ki bir örnək olacaq. Deməli, bugün 12 Mart 2026-cı il Əli Mehdizadə ad gününü təbrik edirik. İnşallah 30 yaşın sənə uğurlu gətirsin. Gələcək həyatında daimi uğurlar, şans uğurlar arzu edirəm. Ailəmlə hər zaman xoşbəxt olasın, sevib seviləsən. Rayonumuzu hər zaman sevirmişsən. İnşallah toyunda dostlar, qardaşlar hamımız birlikdə iştirak edək. Gördüyümüz kimi bugünkü təşəbbüs çox gözəl təşəbbüsdür, ağac əkmək. Yəni 30 yaş 30 ağac deməkdir. İnşallah bu ağaçlarda böyüyər, yolda keçən hər bir camaat sərin, gözəlcə
gedərlər, yolda istirahət edərlər. Bundan da rayon icra hakimiyyəti birinci müavini Həsən müəllimə təşəkkürümü bildiririk ki, bizə bu təşəbbüsü şərait yaratdığına görə Yaşıllaşdırma İdarəsinə də təşəkkür bildiririk. Sağ olsun, var olun, təşəkkürlər. Gələnlərin də hər Buyur Əli bəy. Gələnlərin də hər birinə, yanımda olanların hər birinə təşəkkür edirəm. Dostlar, tanışlar, Yaşıllaşdırma İdarəsi, sonra blogerlərimizə təşəkkür edirəm. Əsas odur ki, şükür Allah deyir, o arzuya çatmaq istəyirsənsə sakit durmalısan. Şükür Allah ki, 5 nəfər, 6 nəfər mənə yaxın olan adamlar oldu. Əsas o da arzuma çatdım və cəmiyyətə, insanlara, vətəndaşlara xeyirli bir əmələ sahib oldum. Çox şükür ki, bu sevinirəm. Təşəkkür edirəm, minnətdarım. Sağ ol. Təbriklər. Qardaş, sənə Allah uzun ömür, can sağlığı versin. Gözəl, həqiqətən gözəl iş gördün. Yeni yaşın uğurlu olsun, şərli olsun. Allah səni həmişə xoşbaxt eləsin. Sağ ol. Sağ ol. Çox sağ ol. Bir eşənə danış. Mən də hələ deyək, videonun əvvəlində çıxış eləmişəm. Aslan abimizin arşına qoşurulam. İnşallah növbəti sənin bu yığışan dostlar toyuva yığışa. Hə, amin. Amin. Yo, Aslan mən videonun əvvəlində demişdim. Prosta çox danışmaq istəmirəm. Sənin arzuna qoşurulam ki, növbəti yığılacağımız məclis əlinin toyu olsun. Sağ ol. Allah razı olsun. Sağ olun. Sağ ol, Allah razı olsun. Var olun. Sağ ol, qardaş. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.